Bəli, əziz vətənlər, canlı verilişimiz davam edir. Sara xanım Qədimovanın çox gözəl bir ifasını sizə təqdim elədik. Təkrar edirəm, verilişimiz bu günləri bir qədər qısa olacaq və davam etdiririk. Mən istərdim ki, indi isə Sayın Siyavuş bəylə, Asif bəylə davam etdiririk. Bəli, Sayın Asif bəy, təkrar təşəkkürlər gözləyirsiniz və siz bayaqları, yəni məsələyə münasibət bildirdiniz, sanıram yekun vurmaq istəyirsiniz. Çünki həriyə bir 5-10 dəqiqə indi zamanımız var, vaxt qalır. Elə sizdən başlayaq, birlik yəni qurultayı ilə bağlı əlavə, yəni hansı sözləri, fikirləri söyləyəcəksiniz, buyurun. Çox təşəkkür edirəm. Mən bəzi dostların, yəni Səvuş bəyin, Səfsər bəyin çıxışlarına qulaq asdım. Mən əslində bayaq dediklərim hər halda bir neçə cümləsini təkrarlayacağım. Bəzi şəxslərin burada adların çəkilməsi məncə uyğun deyil. Çünki heç kimsə əvəz edilməz deyil. Mən yenə dedim ki, bizim DAK-ı biz millətə xidmət edən bir təşkilat olaraq düşünməliyik. Oradakı insanlar ki, bizlər gəlmişik və bizə millət bir görəv veribdir, biz xalqın məmuruyuq. Və o insanlar da, adı çəkilən insanlar da, bizlər hepimiz biz məmuruq, xalqın məmuruyuq və heç kimsə də əvəz edilməz deyil. Yəni, kimisə burada adını çəkmək və ya gəlir, gəlmir. Yenə dedik, hər kəs gələcək ora, xalq, oradakı gələn insanlar, xalqın nümayəndələri, kimisə sizə o da hizmət alacaq. Məncə bu şeyləri bir tərəfə qoyaq, bu şeylərdən uzaq duraq. Bədəndə bir qanqren varsa onu həmən kəsərlər, qurturarlar. Bu qədər. Bizim qabağımıza baxmaq lazımdır. Geriyə dönük köhnə şeyləri qaşımamaq lazımdır. Kim hizmət eləyəcəksə, tarixdə gözəl yerlərdə yer almaq istəyirsə, gəlsin, buyursun, seçilə bilirsə, seçilsin, xidmət eləsin. Məncə o şeyləri geridə buraxaq artıq və o dərsləri məncə bağlayaq. Çünki işlərimiz gözəl gedir. Doğrudur, doğru. Birləşmə qurultayına gedirik. Biz baxmalıyıq ki, biz nə eləməliyik ki, daha gözəl olsun və nə eləməliyik ki, DAK-ımız daha gözəl olsun. Mən biraz əvvəl onu da dedim. Yəni, nə eləməliyik ki, DAK istədiyi zaman dünyayı idarə edən ölkələrin rəhbərləri ilə görüşə bilsin və xalqımızın, millətimizin problemlərini ona çatdıra bilsin. Biz nə eləməliyik ki, Birləşmiş Millətlərdə bizim ofisimiz açılsın və orada Güney Azərbaycandakı biraz əvvəl dediyimiz problemləri anında oradakı başqa ölkələrin nümayəndələrinə çatdırsın. Biz bunları oturub düşünməliyik və böyük düşünməliyik. Yoxsa şəxslərlə uğraşırıq. Yenə deyirəm, dünyada heç kimsə əvəz edilməz deyil. Kim düşünürsə ki, mən olmasam, bu olmaz, o səhv düşür. Yəni, o yüzden bu tarix bunu göstərib, yəni, şəxsiyyətlər gəlib, rəhmətə gəlib, ölüb, gedib, amma sonuçta bəlli bir hər ölkə inkişaf elə gedibdir. Dünyada görmüşük, Amerikasını görmüşük, Avropa Birliğini görmüşük. Yəni bunu kimsə belə düşünməz. O yüzden biz qabağımıza baxmalıyıq. Xalq üçün, millət üçün biz nə eləyə bilərik? Biz DAK-ı necə böyüdə bilərik ki, bu dünyada xalqımızın, millətimizin sözcüsü olsun, problemlərini çatdıra bilsin. Və biz buna baxmalıyıq. Bugün Ermənistan adalarla, Birləşmiş Millətlərin çatısı altında gedir, bir adayla işbirliyi eləyir, onu Dağlıq Qarabağa tanınmasına çatdırmaq istəyir. Bunlarla uğraşır. Biz özümüzdə geriyə dönük uğraşırıq. Biz də gələcəyə dönük uğraşmalıyıq ki, biz nə eləməliyik, nə planlar çizməliyik. Gələcək böyük düşünmək lazım deyə düşünürəm. Mənim sözüm budur. Ən sözüm budur ki, birləşmə qurultayına hər kəs gəlsin, millətini sevən hər kəs gəlsin, gözəl bir qurultay olacaq və hər kəs gəlsin bu təşkilatda yer alsın, hizmət eləsin ki, gələcəkdə gənclərimiz, xalqımız bizi də o hizmət eləyən insanları da gözəl sözlərlə ansınlar və tarixə gözəl sözlərlə düşək. Burada hizmət eləyən insanların arxasınca gözəl şeylər denilsin. Və təşkilat da xalqımıza, millətimizə bir şeylər verə bilsin, hizmət eləsin və o xahiş edirəm, hər kəs oraya gəlsin və öz sözlərini desin. Kimsə orada, burada bir şeylər deməklə millətimizi qabağa aparacağını düşünməsin, meydan oradır, gəlsin, desin sözünü və hizmət eləsin deyə düşünürəm. Hər kəsə də 27-29 Nisanda, aprel ayında Brükseldə bu birləşmə qurultayına, gözəl qurultaya, xalqımıza, millətimiz xeyirli qurultaya dəvət edirik və ölkələrin nümayəndələr var, onlarla ulaşa bilərlər və hər kəs orada gözlükdə düşünürəm.
Çox Bəli bəy, mən son sözlərim bunlar idi. Başqa sualınız var mı? Bəli, təşəkkür edirəm. Çox sağ olun. Minnətdarıq sizə. Gözəl, yəni xüsusən bəli, yəni son bu yekun çox gözəl idi. Minnətdarıq sizə. Biz sağ olun. Hər kəsə sağ ol deyirəm. Çox sağ ol. Çox təşəkkürlər. Sayın Siyavuş bəy, sizinlə davam edək və təxminən bir 7-8 dəqiqə zamanınız var. Buyurun, siz də yekun sözünüzü bu haqda deyin. Söz sizdədir. Təkrar mən hamınızı salamlayıram. Mənim yəni görüşünə saygı duymadığım insan yoxdur. Asif bəyin də öz şəxsi görüşləri də ona da saygı borçluyam. Səfər bəyə də onun kimi. Yalnız bir şey var, onu unutmayaq. Yəni bunu mən deməliyəm. Bax bir olsun dedik və bunun üçün çalışmalıyıq. Bizim bir dənə birləşmə necə deyərlər, şüarımız var. Heç kimsə bu təşkilatın içinə gəlməsin deyə şərt qoymasın. Yəni bunu heç kim qoya bilməz. Tək bir problemimiz var. Təşkilat içərisində şəxslər vətən məsələsini buraxıb bir-birini didir. Bir-birini, yəni şəxsi problemlərdir. Yəni bu Güney Azərbaycandakı məsələ millətimizin dərdi, bütün Azərbaycanlıyam deyən hər kəsin dərdidir. Yalnız bizim bu işləri görüş şəklimiz fərqlidir və ona görə də bunlardan bir-birimizdən qıcıq qapırıq. Ona görə də o təşkilatın içərisinə gəlməsin, o gəlsin, bunu görsün, bunu görsün. Bu ifadələri mən qəbul edəmirəm. Diyalog yolu hər zaman açıq olmalıdır. Hər zaman bu dostlarımızla danışmalıyıq. Ta ki onlar Azərbaycanlıyam, mən Türkəm. Güneyin dərdi mənim dərdimdir. Xocalı dərdi mənim dərdimdir. Qarabağ dərdi mənim dərdim deyincəyə qədər. Yəni ona görə də qapını açıqlayacaq. Yəni kimsənin haqqı yoxdur. Desin ki, filan kəs bura gəlməsin. Deyə bilməz. Yəni çünki bir təşkilat içərisində 5 il, 3 il, 10 il ömrünü verən insanlar varsa, onlar bu təşkilat içərisində olmaz. Yəni mən bu mənada demokratik olmaq deyirəm. Yəni bütün sözünün mahiyyətində bu var. Və biz qurultaya da yenə gedirik. Diyalog qapımız mənə görə, mən şəxsin adına danışıram. Mənə görə açıqdır. İstəyən insanlar oturub çalışdırmağa da hazıram. Söhbət edir çünki başqa yolumuz yoxdur. Millətimiz orada yeyirlər. Biz hamımız deyirik ki, oraya üçün çalışırıq, onu edirik, bunu edirik. Hamı da ortada bir şey yoxdur. Yəni birləşdirək. Yəni bu işlərdə artıq siyasət atmalıyıq. Biz içəridən, könüldən bu iş həqiqətən, bu dərd həqiqətən bizim hamımızın bir dərdidirsə, bunun üçün oturub dizimizə döyməliyik. Bərabər ağlamalıyıq, bərabər gülməliyik, bu yolda davam eləməliyik. Mən demək istədiyim budur. Yəni sözümün yanlış anlaşılan bir tərəfi varsa, mən yenə də qaydaram, suallara cavab verirəm. Yəni biz birlik qurultayına gedirik, %80 insanımızın hamısını, Bakı içərisində olan insanlarımızın hamısını birləşdirmiş vəziyyətdeyiz. O bir tərəflər ki var, bir şeylər peşindədirlər, biraz da qorxu ürkü içərisindədir, onu da açıq və net deməliyəm. Avropadan 10-15 nəfər, Ukraynadan deyək ki, qoşun çəkib gelib, bir işlər görməsinlər. Yəni bunu görənlərsə də özlərini biabr edənlər. Demək istədiyim budur, bura gələcəklər, Stokholma istəyir, gəlsinlər, oturaq, danışaq, diyalog yolunun qapısını açıq qoymalıyıq. Mən bunu deyirəm, millətimizin yolu açıq olsun, zəfər bizimlədir. Səhv yolda olanlar da səhvlərini düzəldəcəyinə inanıram. Yəni düzəltməzlərsə özlərini batırarlar. Demək istədiyimiz budur, başqa bir şey demirik, hər kəsi ən dərin sevgi, saygı və hörmətlərimlə salamlayıram. Günəş TV ki, Güney Azərbaycana bir may günəşindən artıq bir istilik verir və bu TV'nin əməkdaşlarına da sonsuz təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Əlbəttə buradayız, sizin orada sabahınız xeyrə qalsın. Çox sağ olun, çox təşəkkür edirik. Sizə də uğurlar arzu edirik bu birlik qurultayında və təşəkkürlər. Sayın Səfdər bəy, növbət sizindir və sizin də bir 7-8 dəqiqə zamanınız var. Buyurun lütfən yekun sözü qurultay ilə bağlı, birlik qurultayı ilə bağlı və ki millətimizə deyin. Buyurun. Təşəkkür edirəm Cavad bəy. Məncə fikrim biraz yanlış anlaşılıb. Yəni dostların da məncə Asif bəyin xüsusən də çıxışından belə anıldı.
bir xəstəliyi müalicə eləmək üçün öncə test yapılar. Test xəstəliyi müəyyənləşdirər və ona uyğun bir şəkildə dava dərman yazılar və müalicə işləri aparılır, xəstə də sağalır. Bu günləri təşkilatımız elə bir dönəmini yaşayır ki, hər kəs bütün maraqlarını bir kənara qoyub, baxın, birlik və bütövlük qurultayına gedir. Baxın, Əhməd Ovalı DAQ-ın həm sədridir, Paşa Gəlbinur DAQ-ın həm sədridir. Bunlar bu vəzifədən könüllü olaraq imtina edir, DAQ-ın birlik qurultayına gedir. Amma bayaq ismini seçdiyim, yeni adını seçmək istəmirəm, ismini seçdiyim adam, yəni bizim təmsil olunduğumuz idarə heyəti qərar verir və qərar verir ki, biz birlik qurultayına gedirik. Yəni mən bunu anlatmaq istədim. Yoxsa mən demədim kimsə gəlsin, kimsə gəlməsin. Və yenə də deyirəm, adını bayaq seçdiyim insan gələ bilər qurultayda, idarə heyətinə də həmsədr də seçsələr və mən yenə DAQ-dayam. Mən DAQ-ın sıravi üzvü olaraq DAQ-da qala bilərəm, fəaliyyət göstərə bilərəm. Yəni fikrim başqa bir istiqamətə təbii ki, istiqamətlənməz. Ona görə bu günləri qanunsuz olaraq həbslər kütləvi xarakter alıb İranda bilirsiniz. Evin, Kərizək, Kərəz, Qızılasar, Təbriz, Ərdəbil, Urmiya zindanlarında nə qədər milli fəallarımız işgəncələr görür. Və təşkilatımız da bu günləri yeniləşməli, paçlaşmalı, bütövləşməli, demokratik dəyərlər üstündə təşkilat qurulmalıdır. Sabahları birinin cibində bir millət vəkili mandatı var, onu gətirdin, keçirdin bir yana, sabah yeni sorun yaşadın, bugün mən xəyanəti bu istiqamətdə deyirəm, bu millətimizə xəyanət. Amma gəlsin, demokratik seçimlərdən keçdin, doğrudan qurultaya gələn insanların səsini alsın, keçdin, otursun həmsədr, mən də qulluq eləyim, millətimə bilim ki, demokratik yolla seçilib, 2 il bunu gözləmək zorundayım. Yəni bu prosedurları mən də istəyirəm. Amma təşkilatımızın içində zaman-zaman bu təşkilata gəlib, öz maraqları üçün istifadə edən insanlar çox olub. Onun üçün deyirəm ki, indi təşkilatlanma prosesi gedir. Bu təşkilatlanma prosesi bütövlükdə DAQ-ı əhatə edir. Mən inanıram ki, DAQ-ın birlik qurultayı möhtəşəm olacaq. DAQ-ı bütövlükdə əhatə edən insanlar gələcək ora. DAQ-da bu günə qədər fəaliyyət göstərmiş, amma müəyyən parçalanmalardan sonra DAQ-ın parçalanmış tərəflərində də iştirak eləməmiş şəxslər də gələcək və DAQ-ın birlik və bütövlük qurultayında iştirak eləyəcək. Mən inanıram ki, DAQ-ın birlik və bütövlük qurultayı çox möhtəşəm keçəcək və oradan alınan qərarlar da təbii ki, millətimiz və dövlətimiz üçün yararlı olacaq. Ümid edirik Sayın Səfdər bəy, çox təşəkkür edirəm və hər tək-təkinizə, yəni hər iki tərəf idarə heyətinin üzvlərinə uğurlar arzu edirik bu istiqamətdə. Təşəkkürlər. Təşəkkür edirik. Sağ olun, əziz həmvətənlər. Beləcə, gördüyünüz kimi verilişimizin bu qismətində də Dünya Azərbaycanlıları Konqresinin idarə heyətlərinin üzvləri birlik qurultayı ilə bağlı öz fikirlərini söylədilər. Desək ki, yəni arada ciddi problem yoxdur. Təbii ki, yanılmış olarıq. Problem yaranıb və o problemlər yəni həll olunmaq üçün ciddi addımlar atılır. Bu da müsbət məsələdir ki, ən sonu da birlik qurultayıdır. Birlik qurultayı belə göründü artıq yəni qərarlıdırlar. Müsəmməm yəni bu istiqamətdə qərarlar verilib və sadəcə bayaqları soydaşımızın hansısa dedisə, sanıram Teymur bəy dedi ki, yəni bu qatar hərəkət edib, ondan geri qalmaq lazımdır, qalanlar qalır. Amma biz istərdik ki, elə hamı bir qatarda. Bu daha yaxşı olar. Təbii ki, bir şəxsin, 5 adamın, 10 adamın yəni olmaması ilə dünya dağılmır, nə bilim, bir millət məhv olmur. Görürsən ki, bir böyük bir, hətta karizmatik bir lider belə bir millətin arasından yəni gedəndə o millət yenə də yaşayır, o millət var, ayrı-ayrı yəni mərhələlər gəlir qabağa təbii ki. Ona görə də xoş o adamın halına ki, millətin yanındadır və birliyə doğru gedir. Hər halda bu qərar verilib, hər iki idarə heyət tərəfindən bu qərarlar verilib, əsas mühüm budur və bu qərardan geri heç kim qalmasın. Yəni özünü Dünya Azərbaycanlıları Konqresi idarə heyətində
üzv kimi, yəni tanıyan şəxslərdən biz bir daha həm rica edirik, həm tələb edirik o mənada ki, yəni millət adından ki, bu millətin tələbidir. İnanınız, əgər biz vaxt olsaydı, zaman olsaydı, bu telefonları açıq qoysaydıq, həmən o millət yenə də başlayacaqdı ki, birlik, qurultaya gedin, birləşin. Onların həməşədə sözü budur. Biz içəridə bu qədər əzab-əziyyət çəkirik, zəcr çəkirik, burada itki veririk, zindanlar, şişəncələr filan. Siz orada xaricdəkilər bir araya gəlib yəni DAK-ı birləşdirə bilmirsiniz. Yəni bu bizim üçün bu sözləri Güney Azərbaycanlıla içəridən eşitmək ayıbdır. Yəni biz bundan həqiqətən yəni şərm duymalıyıq. Bu sözlərdən azad, demokratik ölkədə oturasan, olasan, yaşayasan və bir arada gəlib millət naminə vahid bir cəbhədə toplaşa bilməyəsən. Buna görə yəni mən deyirəm. Onun üçün bu təşəbbüs yaradılıb, bu təşəbbüs yaranıb və mən yəni biz ümumiyyətlə alqışlayırıq. Sadəcə televizyonçu olaraq, yəni bu aparıcı olaraq bizim də görəvimiz bu fikirləri yaymaq, fikirləri təqdim eləmək. Hər halda hər kəsin də danışmaq haqqı, hüququ məhfuzdur, qorunur. Ona görə də sanıram ki, burada o qədər də ciddi də yəni bir söz, ittiham falan yoxdur. Sadəcə hər bir şey bir qədər əgər biz fərd olaraq, yəni mən bunu təcrübədən deyirəm, inanınız, yəni təvazökarlıq eləyək, bir qədər müəyyən məsələlər var, kənara qoyaq. Böyük insan, böyük adamlar həmişə məsələni böyük fikirləşir. Yuxarıdan hər şeyə baxır və o bağışlayan olur. Hər halda hər kəsin hər hansı hiss edirsə, yəni kiminsə günahı var, kiminsə qarşısında, böyüklərimizin qarşısında günah eləyib, yəni bağışlamağı bacarmalı və insan bir yerdə olmalıdır. Ona görə də bu arzularla biz, yəni birlik arzusu ilə ki, artıq bu qaçırılmazdır, bu qurultay keçiriləcək, hələlik sizinlə ayrılırıq. Növbəti verilişlərimizdə ayrı-ayrı, yəni idarə heyətinin üzvləri ilə söhbətlər yenə də qurultaya qədər, yəni birlik söhbəti davam edəcək. Hamınızı Allaha tapşırıram. Növbəti yəni proqrama qədər sağ-salamat qalın və həmişə hər zaman olduğu kimi Gün TV ilə qalın. Hələlik, sağ olun.